Hər 4 qabağıma çıxandan birinin adının əvvəlində trader sözü var. Trader Qəzənfər, trader fərqli adlar. Bunlara bu reklamı kim satıb ki, $100 yəni yaxşı pul qazanmaq olar? Bir çox vaxtda suallar gəlir ki, niyə təhsillə məşğul olmursunuz? Yəni niyə insanlara pul qarşılığında, lord dilində desə, trade etməyi öyrətmirsiniz? Mən hər dəfə başa salıram ki, yəni mən kripto təhsilinə və ya nə bilim forex təhsilindən fərqi yoxdur. Mən bu təhsillərə ciddi yanaşa bilmirəm. Çünki məncə ən böyük dərsi sizə bazar verir, pulunuzu itirərək verir. Mən adama deyirəm ki, bax bu hadisəni mən yaşamışam, sən yaşama da. Gedir, yaşayır, gəlir üstünə. Bazar cəzalandırmasa onu başa düşmür. Deyir ki, ay müəllim, biz də itə batıra biləcəyik də. Deyirəm, o məsələ deyil də, sənin yerində mən bunu yaşamışam. Profit gördün, hər şey yaxşıdır. Hədəfindən o tərəfə keçməsinə icazə vermə. Bir gün içində bəzi tokenlər, böyük tokenlər hətta 400 dəfə qiymətini itirdi. Həmin gün ticarət edirdinizmi? Edirdinizsə nə etdiniz? Səhər yuxudan durdum, açdım telefonu, gördüm sıfırdır. Birinci gözümü oxladım, özümə gəlməyə çalışdım. Dedim internet pisdir, Wi-Fi-yi söndürdüm, yandırdım. Belə eləyirəm sıfırdır, belə eləyirəm sıfırdır. Saylor'ın 14 aylıq pulu qalıb. Almasa, bugündən Bitcoin almasa 14 aylıq pul qalıb. Sizcə bu bazara necə təsir edəcək? Bir şey başa düşmüşəm ki, kripto bazarında ola bilməz deyə bir şey yoxdur.